Salam hər kəsə, hər birinizi xoş gördük. Mən Fes Akademinin kurikulum təlimçisi Hikmət Mürsəlov. Hazırki videomuzda bugün, yəni 3 iyun 2026-cı il Artinin təşkil etdiyi sınaq imtahanında kurikulumdan düşmüş bəzi sualları sizə izah edəcəm. Onu da qeyd edim ki, hazırki suallarımız təsviri incəsənət fənninə uyğundur. Əgər digər fənlərin də izahlarını görmək istəyirsinizsə, mən paylaşdıqda xəbərdar olmaq istəyirsinizsə, mütləq kanalıma abunə olun, videomuzu bəyənin və paylaşın. Birinci suala baxırıq. Valideyn ilə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Münasibətləri yalnız akademik nəticələrə əsaslanaraq dəyərləndirmək. Səhv olan budur müəllimlər, çünki biz bu qədər mövzu, bu qədər pedaqoji yanaşma keçmişik. Amma heç birində yalnız akademik nəticəyə əsaslanın belə bir qayda deməmişik. Çünki şagirdə biz obyektiv yanaşırıq. Demək olar ki, hər tərəfli hər bir şeyi nəzərə alırıq. Amma münasibətləri yalnız akademik, həm də münasibətlərdə siz akademik nəticələrin yeri yəni bu qədər yüksəkdə olmalı deyil. Ona görə də səhv məsələdir ki, yalnız. Bu söz təhlükəli sözdür. Yalnız, həmişə bu cür birbaşa damğalayan sözlər, birmənalı sözlərdə biraz ehtiyatlı olun ki, necə olur istisnadır bu? Yalnız akademik nəticələr. Bu boyda istisna olmaz da yəqin ki. Münasibətləri yalnız bir cür dəyərləndirməzlər, müxtəlif cür. B bəndi. Valideynləri məktəb mühitində iştiraka təşviq etmək və onların məktəb həyatında fəallıqlarını təmin etmək təbii ki, doğrudur. Bilirsiniz ki, valideyn ümumi təhsil prosesinin əsas iştirakçılarından biridir və məktəb valideyn əməkdaşlığı mütləq olmalıdır. Övladları ilə bağlı müntəzəm rəy və informasiya paylaşmaq, bəli, valideynlərin belə bir hüququ var ki, övladları haqqında informasiya toplasınlar, rəylər alsınlar. Valideynlərə maarifləndirici resurslar və dəstək təqdim etmək doğrudur. Müntəzəm olaraq valideyn görüşləri və tədbirlər təşkil etmək bu da doğrudur. Amma biz çoxumuz nə edirik? Ancaq problem yarandıqda valideynlə əlaqə saxlayırıq. Bu isə valideyni məktəbdən uzaqlaşdıran bir nəticə verir. Ona görə də çalışın ki, məktəb valideyn əməkdaşlığı münasibətləri daha möhkəm səviyyədə qurulsun. Bu sualın cavabı oldu A bəndi, gəldi ikinciyə. Müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Belə ki, tez-tez onun əşyalarını gizlədir, yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Problemi nədir üçün sinif rəhbərinin atacağı hansı addım effektiv olacaq? Bullying edən şagirdi çağırıb danlamaq. Müəllimlər, bu səhv addımdır. Çünki biz demişik ki, bullying edən şagird, yəni o bully adlanır. Əgər siz bullini sərt şəkildə cəzalandırarsınızsa, onu danlayarsınızsa hər kəsin yanında, o bundan daha da qəzəblənə bilər, daha da pis əsəbləşib, daha pis bir şey eləyə bilər. Ona görə bu doğru yanaşma deyil. Bullingə məruz qalan şagirdlə görüşüb onun güclü olmağı tapşırmaq. Bilirsiniz, bu da səhvdir, düz görünsə də səhvdir. Çünki bu heç nəyi bərpa eləmir. Unutmayın ki, situasiya suallarında siz kurikulumda həmişə bu yanaşmada olmalısınız ki, müəllim məsələyə pozitiv şəkildə yanaşır, yəni bərpa edici yanaşma göstərir. Bizə lazımdır ki, problemimiz bərpa olunsun və siz qayda qanunu pozitiv şəkildə qoyasınız sinifdə. İndi burada siz bullyingə məruz qalan şagirdə sadəcə güclü ol deyirsiniz. Bu ancaq sözdə dəstək olmaqdır da, amma problem bərpa olunmadı, görürsünüz? C bəndi. Sinifdə dərs deyən müəllimləri və məktəb psixoloqunu məsələnin həllinə cəlb etmək və sinifdə mənəvi dəyərlərin inkişafı üçün addımlar atmaq. Bax, budur müəllimlər. Cavabımız budur. Çünki sinifdə onsuz da bir istəyən müəllim, psixoloq, məktəb kollektivi bir-birinə əməkdaşlıq etməlidir. Bundan da əlavə, siz sinifdə mənəvi dəyərləri inkişaf elətdirərsinizsə, bax, şagird nə qədər mənəvi cəhətdən zəngin olarsa, dəyərli, tərbiyəli olarsa, bullying hadisəsinə də yol verməyəcək də. Əksinə, bir-birlərinə qarşı empati olacaq, bir-birlərinə qarşı hörmət olacaq. Ona görə mənəvi dəyərlərin aşılanması, bəli, bullyingin qarşısını alan bir şeydir. Deyibəndi, həmin sinifdə dərs deyən müəllim, valideyn və şagirdlərlə görüşmək və bu prosesin nə üçün baş verdiyi ilə maraqlanmaq. Görürsünüz, yəni bu bənd C bəndinin yanında çox cılız qalır. Yəni çox belə səhv görünür ki, mən müəllimlə, valideynlə də görüşdüm, şagirdlərlə də görüşdüm və hadisənin səbəbini öyrəndim ki, nə üçün baş verib. Yəni biz yenə deyirəm, bərpa edici yanaşmada olmalıyıq.
Mən valideynləri də söhbətə cəlb eləyirəm, amma C bəndində psixoloqu cəlb eləyirəm və deyirik ki, problemi gəlin həll edək. Hansı doğrudur? Əlbəttə ki, C bəndi. Qalır Y bəndi məktəbin valideynləri, müəllimləri və psixoloqu ilə görüşmək, ümumilikdə məktəbin psixoloji emosional mühitini yaxşılaşdırmaq baxımından addımlar atmaq. Təbii ki, bunu da səhv salan müəllimlərimiz var. Yəni düşünürlər ki, Y bəndi doğru görünür. Amma bax burada çox ümumi danışır da. Yəni bütün valideynləri mən bu prosesə niyə cəlb edeyim? Bütün məktəb üçün bu hadisəni niyə yönləndirim? Sinifimdə baş verib, C bəndində yazılanı eləməklə mən bunun öhdəsindən gələ bilirəm. Yəni bu qədər ümumiləşdirməyə ehtiyac yoxdur. C bəndi doğru cavabımızdır. Növbəti sualımıza baxırıq. Verilənlərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Gördüyünüz kimi müəllim, şagird, müəllim-valideyn münasibətlərindən sizi ən azı 1-2 sual gözləyir. Müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideynlərin metodik resursları təmin edir. Müəllimlər, metodik resurs, yəni metodik sözü müəllimə aid bir şeydir. Metodik resursdan müəllim istifadə edir. Metodik vəsaitlərinə baxaraq, yəni dərs keçməkdə ondan kömək alır. Bunu valideynə verməyin nə mənası var? Ona görə metodik resursu valideynə yönəltmirlər. Bu müəllim üçündür. A bəndi ona görə də səhvdir. Amma B bəndi doğrudur. Müəllim valideynləri müntəzəm olaraq sinif fəaliyyətləri, tapşırıqlar və gözləntilər barədə məlumatlandırır. Yəni görürsünüz, valideynə informasiya verir. Müəllimin də vəzifəsidir ki, valideynə informasiya versin bu haqda. Valideynin də hüququdur ki, bu haqda istəsə tədrisin gedişatı haqqında informasiya ala bilər. Müəllim valideynə bildirir ki, onun övladının təlim-tərbiyəsi ilə bağlı narahatlığını həll etmək üçün dəstək göstərməyə hazırdır. Lap yaxşı, dəstək də təklif eləyib. Müəllim məktəbdə və sinifdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer yaradır. Bəli, müsbət aura, müsbət atmosfer yaradıbsa, bu da səhv deyil. Müəllim valideynləri övladlarının təhsili ilə bağlı fikirlərini və narahatlıqlarını bölüşməyə təşviq edir. Bəli, məcbur eləmir ki, yəni təşviq edir və məsləhətləşirlər, fikir alış-verişində olurlar. Bu da düzdür. Yəni effektiv müəllim-valideyn münasibəti belə olur. Amma A bəndi səhv idi. Gəldik növbəti sualımıza. 4-cü sual baxırıq müəllimlər. Bu da bir situasiya sualıdır. Dərs zamanı bir qrup şagird bir-biri ilə zarafatlaşır, danışır, digər şagirdlərin də diqqətini yayındırırlar. Müəllimin xəbərdarlığından sonra qısa müddət sakitləşsələr də, daha sonra yenidən bu davranışı təkrar edirlər. Beləliklə, digər şagirdlərin də bir qismi onlara qoşulur. Bu vəziyyətdə müəllimin ən məqsədə uyğun davranışı hansıdır? Müəllimlər, bu tipli suallarda biraz ehtiyatlı olmaq lazımdır. Ola bilər ki, hansısa variant sizə 5%, 10% məntiqli gələ bilər. Amma bizdə deyir ki, ən məqsədə uyğun. Yəni demir ki, aşağıdakılardan hamısı 100% səhvdir. Biraz məntiqli gələ bilər, amma siz yenə də ən çox hansını uyğun görürsünüzsə, cavab kimi onu götürməlisiniz. Məsələn, A bəndi sinif qaydalarını xatırlatmaq, şagirdin şəxsiyyətinə yox, konkret hərəkətinə yönələrək əks əlaqə vermək. Bax, bu doğrudur. Burada mənfi bir şey yoxdur. Çünki qayda pozulub, yəni danışırlar, səs-küy salırlar, sinif qaydalarını xatırladırıq. Üstəgəl şəxsiyyətinə deyil, yəni düzgün rəy, düzgün əks əlaqə necə olur? Hərəkətinə, gördüyü işə yönəldirik. Və əks əlaqə qurduqdan sonra şagird də alınmış rəydən düzgün nəticə çıxarır. Bilir ki, səhvim nədir, onu necə düzəldə bilərəm. Ona görə ən gözəl variant burada A bəndidir. Davranışı yeniyetməlik dövrünün təbii xüsusiyyəti kimi qəbul edib, yalnız vəziyyət daha da ağırlaşarsa müdaxilə etmək. Bu səhvdir. Çünki yəni, bu normaldır deyib, bunu bir kənara ata bilmərik də. Və yaxud bu qədər gözləyə bilmərik ki, problem çox böyüsün, sonra müdaxilə edeyim. Olmaz, sonra bunun qarşısını almaq çətin olur. Həmin şagirdləri dərhal sinifdən çıxarmaq və məsələni məktəb rəhbərliyinə bildirmək. Yəni problemi mən sinif daxilində həll edə bilirəmsə, anında valideynlərə, məktəb rəhbərliyinə yönəltmək düz olmur çox vaxt. Bir də yəni bir qayda pozuntusu olanda şagirdi sinifdən çıxarıqsa, yəni hər belə hala görə şagirdi sinifdən çıxarsaq, axırda sinifdə özümüz tək qalarıq. Şagirdləri sinif qarşısında ciddi şəkildə danlamaq və bununla digər şagirdlərə də xəbərdarlıq etmək. Ciddi şəkildə danlayaramsa, yəni bu pozitiv intizam deyil də müəllimlər.
Məsələn, elə şagird var ki, bundan qıcıqlanar, ümumiyyətlə qoyduğum heç bir qaydaya riayət eləməz. Belə də ola bilər. Yəni danlamaq onları, məsələn, bəlkə də daha da həvəsdən düşərlər mənə, dərsə qarşı, onda heç dərsə qulaq asmazlar. Ona görə bunlar mənfi yollardır. Əsas diqqəti həmin şagirdlərə yönəldib dərsi daha əyləncəli aparmaq. Bax, əsas diqqəti həmin şagirdlərə yönəldəcəmsə, digər şagirdlər də mənim fikrimdən, diqqətimdən yayınacaqlar. Bax, bu doğru deyil. Amma A bəndi hər tərəfli doğru cavab idi. Növbəti sual. Bir şagird qrup işində lider rolunu oynayır, lakin digər qrup üzvləri ilə münasibətləri pisdir və bu qrup işinin gedişinə mənfi təsir göstərir. Müəllim problemi necə həll etsə daha effektiv olar? Şagirdin liderlik rolunu dəyişdirmək və sonra onu digər qrup üzvləri ilə müzakirəyə cəlb etmək. Bu səhvdir müəllimlər. Çünki həmişə demişəm ki, bir şey alınmayanda onu tam şagirdin əlindən almaq olmaz. Siz vəziyyəti dəyişməlisiniz, bərpa eləməlisiniz, həmişəki yanaşmamız. Mən liderlik rolunu dəyişdirsəm, yəni bunu bacarmırdı, onsuz boşluqlar var. Mən bu rolu dəyişsəm, şagirdin bu boşluğu həmişəlik olaraq qalacaq. Amma bu önəmli bir bacarıqdır. Liderlik, sosial bacarıqlar, lap belə metakognitiv bacarıq. Bunlar dövrümüzün əsas bacarıqlarıdır. Şagirdlərdə mütləq formalaşdırılmalıdır. Ona görə mən bu boşluğu qoyum, ona başqa rol vereyim. Bax, bu doğru deyil. Bunun üzərində işləmək daha məntiqli olardı. Qrup üzvlərinə mübahisələri həll etməyin yollarını birbaşa göstərmək. Müəllim birbaşa problemin həlli yolunu özü göstərirsə, şagirdlər heç düşünmürlər, heç nə eləmirlər deməkdir. Bu da doğru deyil. Şagirddə liderliyi ilə bağlı yönədici suallar verməklə problemin həllinə nail olmaq. Bax, görürsünüz, liderliyi bu cür inkişaf etdirə bilərdik. Yönədici suallar verirsiniz, istədiyiniz yerə çəkirsiniz və ona istiqamət verirsiniz. Qrup liderinin fəaliyyətini müşahidə edərək diqqətdə saxlamaq, əlavə dəstəyi təmin etmək. Bəli, onun gördüyü şeyi müşahidə edirsiniz, əlavə dəstək də verirsiniz və beləliklə liderlik onda yavaş-yavaş alınmağa başlayır. Deməli, doğru olan 3 ilə 4 B variantı idi. Növbəti sualımıza baxırıq müəllimlər. Cədvələ əsasən uyğunluğu istəyir bizdən. Doğru, yanlış cədvəldir müəllimlər. Yəni düzdür, cədvəl görmüşsünüz, amma doğru, yanlış həmin tipdə olan bir sualdır. Deməli, doğrunun altından doğrunu götürürük, yanlışın altından yanlışı götürürük. Şagirdi fasilitasiya etmək ona kömək etmədən tapşırıqların icrasını təmin etməkdir. Müəllimlər, biz fasilitatorluqda demişik ki, əksinə fasilitasiya şagirdə istiqamət, kömək, dəstək verməkdir. Necə yəni köməksiz icra eləmək? Deməli, bir səhvdir, onu çıxırıq buradan. Şagirdlərdə məntiqi təfəkkürü formalaşdırmaq üçün onlara məntiq xətalarını izah etmək lazımdır. Bu düz görünsə də düz deyil müəllimlər. Mən ona məntiq xətalarını izah etməkdənsə, məntiqi tapşırıqlar, sual-cavablar, nəticə çıxarmaq, bu cür tapşırıqlar verə bilərəm. Məntiq xətalarını öyrətməklə təkcə məntiqi təfəkkür formalaşsaydı, biz heç sizlə digər düşünmə formalarını öyrətməzdik ki, deduktiv, induktiv, analoji və s. 2 də səhvdir. Deməli, nə başa düşdük? 3 ilə 4 də səhv olub, səhvin altına gəliblər deyə onları götürmüşük. Baxın, 3-lə deyir ki, şagirdin maraq və istəklərini summativ qiymətləndirmədə nəzərə almaq effektiv müəllim-şagird münasibətinin qurulmasına şərait yaradır. Müəllimlər, summativdə siz maraq, istək, tələbat ölçmürsünüz, siz yekun biliklər ölçürsünüz. Yəni, summativdə maraq və istəyi nəzərə almaq olmur. Əgər elə olsaydı, summativdə hər kəsi ayrı cür dəyərləndirərdik. Amma belə olmur ki, ümumi suallar verilir, yəni hər kəsə eyni suallar da düşür. Ona görə bu səhvdir. 4 də səhvdir. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi, necə başa düşməsi emosional təfəkkür niyə? Emosional təfəkkür bizim hisslərimizi anlamaqdır, onun idarəsidir. Yəni, biz informasiyanı necə qəbul ediriksə, burada məntiqi təfəkkürün də rolu var. Hətta deyərdim ki, etibarlı informasiya toplamaqda tənqidi təfəkkür var, amma emosional təfəkkür uyğun gəlmir. Deməli, 3 ilə 4 səhv olublar, amma səhvin altına gəliblər deyə yerləri düzdür. 3 ilə 4-ü cavab kimi götürürük. Müəllimlər, digər fənlərin də izahları olacaq. Mütləq musiqi haqqında da, tarix haqqında da izahlarım olacaq. Dediyim kimi, kanalıma abunə olun ki, bu izahları qaçırmayın. Videomuzu bəyənin, paylaşın. Növbəti izahlarda görüşərik.